Salam əziz izləyicilər, bugünkü dərsimizdə mexaniki rəqs və dalğalardan ətraflı yazılı cavab tələb olunan tapşırıqların bir neçə maraqlı sualının izahına baxırıq. 5-ci sualla başlayaq. Qrafiki təsvir olunan sönən rəqs edən maddi nöqtənin tam mexaniki enerjisi 2t zaman müddətində neçə dəfə azalar? Başlanğıc vəziyyəti M nöqtəsinə uyğun olaraq götürməliyik. Başlanğıc vəziyyət M nöqtəsində götürülür və t bərabər 2t, yəni 2 perioda bərabər zaman müddətində enerjinin neçə dəfə azalması bizdən istənir. Əvvəlcə görək ki, 2 period keçərkən M nöqtəsindən başlamışamsa, hansı nöqtəyə gəlib çatmış olacaq? Bilirik ki, bir periodda 4 amplitud icra olunur. Onda 2 periodda əlbəttə ki, 8 amplitud getməliyik. O zaman 8 amplitud gedək. Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli, M nöqtəsindən başlasaq, 2 period keçərsə, N nöqtəsinə gəlib çatmış olarıq. İndi bizə lazımdır tam mexaniki enerjini necə dəyişəcək. Tam mexaniki enerjini əlbəttə ki, K, A kvadratı, yəni amplitudun kvadratı bölünsün 2 düsturu vasitəsilə baxa bilərik. M nöqtəsində amplitudumuz 8-dir. 2 period sonra N nöqtəsinə çatırıq və buradakı amplitudun isə 2 olduğunu görürük. Yəni, amplitud 8-dən 2-yə düşdüsə, əlbəttə ki, amplitud 4 dəfə azaldı. Onda 4-ün kvadratı 16 dəfə tam mexaniki enerji azalmış olar. Daha sonra 8-ci suala baxaq. Şəkildə harmonik rəqs edən cismin yerdəyişməsinin zamandan asılılıq qrafiki verilir. Bu cisim 12 saniyə ərzində 24 metr yol gedərsə, rəqs tezliyini hesablayın. Verilən kəmiyyətləri yazıram. 24 metr yol gedilib, S bərabər 24 metr. 12 saniyə ərzində gedilib, T bərabər 12 saniyə. Ümumiyyətlə, gedilən yol üçün S bərabər 4AN düsturumuz var. Biraz öncə qeyd etdik ki, bir tam periodda 4 amplitud qədər yol gedilir. Onda S bərabər 4AN düsturunu yaza bilərik. İndi bilirik ki, periodun kiçik t bölünsün, böyük n kimi bir düsturu var. Buradan n-i təyin eləsək, n bərabər olacaq kiçik t bölünsün, böyük t-yə. Deməli, burada rəqsin sayı kiçik t bölünsün, böyük t düsturu ilə təyin olunur. Onda rəqs sayının yerinə kiçik t böl böyük t qoymaq olar. Yazıram 4a kiçik t bölünsün, böyük t. Onda gəlin hesablamamızı artıq aparaq. S bərabər 4a kiçik t böl böyük t düsturundan istifadə edəcəyik və bizə lazımdır buradan rəqs tezliyi. Tezlik lazımdırsa, onda tezliklə əlaqələndirək. Gəlin yazaq tezliyin düsturunu. Nü bərabər böyük n böl kiçik t. Onda buradan böyük n-i təyin eləsək, nü t alınmış olacaq. Yəni, rəqsin sayının yerinə həmçinin nü-t düsturunu yazmaq olar. Onda 4a nü-t kimi bir ifadəmiz alınmış olacaq. Hətta bu düsturu bu şəkildə yadda saxlaya bilərsiniz. 4a böyük n, böyük n-in yerinə bir dəfə kiçik t böl böyük t qoyduq. Oldu 4a kiçik t böl böyük t. Bir dəfə də n-i nü-t kimi açdıq. Oldu 4a nü-t. Bizə nü tezliyi lazım olduğuna görə əlbəttə ki, sonuncu düsturdan istifadə edəcəm. Yəni, S bərabər 4a nü-t. Buradan bizə tezlik lazımdır. Bu düsturdan tezliyi çıxartsaz, nü bərabər S böl 4a kiçik t alınmış olar. S məsafə 24 metr olaraq verilir. 4 vurulsun. Amplitud, yəni koordinatın maksimum qiyməti 0,5-dir burada. Zamanı isə 12 saniyə olaraq vermişdilər. Hesablamamızı aparsaq, 24, 12 yuxarıdakı qalır bizdə. Və 2-ni 0,5-ə vurdunuz, 1 alındı. Deməli, tezliyimiz 1 Hz olacaq. Sualın doğru cavabı o zaman 1 Hz olmalıdır. Daha sonra burada 28-ci suala baxaq. Birinci rəqqas n sayda rəqs etdiyi müddətdə ikinci rəqqas neçə rəqs etmiş olar? Burada belə bir vərəq açaq. Gördüyümüz kimi şəkildə bizə yaylı rəqqaslar verilib. Yaylı rəqqaslar üçün bizdən rəqs sayı, yəni n soruşulur. Onda gəlin əvvəlcə yaylı rəqqas üçün period düsturunu yada salaq. 2pi kökdə n bölünsün k şəklində idi, xatırlayırsınızsa. İndi birinci rəqqas n sayda rəqs etdiyi müddətdə
İkinci rəqqas neçə rəqs edər? Deməli, bu rəqqaslar üçün keçən zamanlar eynidir və bizə rəqs sayları n də verilib. Deməli, periodun düsturunu onda burada yazmalıyıq. Periodun bildiyimiz kimi düsturu kiçik t bölünsün böyük n şəklindədir. Ona görə periodu açıram, kiçik t bölünsün böyük n kimi. Kiçik t bölü böyük n bərabər 2 pi kökdə n böl k. Bizdən rəqs sayı soruşulur, yəni n soruşulur. Onda buradan n-i alsaq, n bərabərdir. N-ə vuruq kəmiyyətlərimiz, baxın 2 pi və kökdə m-dir. Onda olacaq bizdə t kökdə k bölünsün 2 pi kökdə m. Buradan, yəni bu düsturdan sadəcə n rəqs sayını təyin eləmiş oldum. İndi 2 pi sabitdir, buna baxmırıq. K gördüyümüz kimi sərtlik əmsalı birinci və ikinci yayda eyni qiymətə malikdir. Ona görə k-ya da baxmıram. Birinci rəqqas n sayda rəqs etdiyi müddətdə ikinci rəqqasın rəqsi soruşulur. Yəni, bu rəqqasların zamanları da, rəqs zamanları da eynidir. T-ni də sabit götürürəm. Onda n və m gördüyümüz kimi kökdə tərs mütənasib asılıdır. Yəni, n, m ilə kökdə tərs asılıdır. İndi baxın, birinci rəqqas n sayda rəqs edib. Birinci rəqqasın kütləsi, birinci yaylı rəqqasdan asılan yükün kütləsi m idi. İkinci rəqqasdan asılan yükün kütləsi isə 4m-dir. Yəni, kütlə m-dən 4m-ə keçdisə, əlbəttə ki, 4 dəfə artmış oldu. Onda kökdə 4-dən 2 çıxdığı üçün burada rəqs sayı 2 dəfə azalmış olacaq. Tərs aslıq olduğuna görə 4 dəfə artma, burada 2 dəfə azalmaya səbəb olacaq. Yəni, birinci rəqqas n sayda rəqs edibsə, ikinci rəqqasın rəqs sayı 2 dəfə daha az olmalıdır. Yəni, n böl 2 olmalıdır. Onda ikinci rəqqas üçün rəqs sayını n böl 2 götürə bilərik. Daha sonra digər sualımıza keçək. 34-cü suala baxaq. İpdən asılan yük harmonik rəqs edir. Cədvəldə bərabər zaman müddətlərindən sonra yükün koordinatları verilir. Yükün maksimal sürətini hesablamalıyıq. Yükün maksimum sürəti lazımdır. Gördüyümüz şəkildə isə bu diaqramda isə bizə koordinatın qiyməti verilib. Gördüyümüz kimi koordinatın maksimal qiyməti burada 4-dür. Deməli, xm var, yəni amplitud qiymət var və bizdən də sürətin maksimum qiyməti istənilirsə, Vmax bərabər omega x max düsturundan istifadə edə bilərik. Omeganı da 2 pi bölünsün t kimi açıram. 2 pi böl t xm. İndi burada bizə periodu təyin eləmək lazım gəlir. Bir period əlbəttə ki, tam rəqsə sərf olunan zamandır. İndi gəlin biz belə düşünək. Belə deyək ki, bizdə belə bir riyazi rəqqas var. Bu riyazi rəqqas başlanğıc anda 4-cü koordinatdan başlayır. Deyək ki, baxın, bu bizim x oxumuz. Bu riyazi rəqqas 4-cü koordinatdan öz hərəkətinə başlayır. Və əlbəttə ki, 4 amplitud sonra o periodunu tamamlamış olacaq. Baxın, bura 4 nöqtəsidir, bura 0-cı koordinatdır, burada mənfi 4-cü koordinat olsun. Riyazi rəqqas əvvəlcə 4-dən 0-cı koordinata gəlir. Baxın, 4-cü koordinatdan 0-cı koordinata gəlir. Burada bir amplitud gedir. 0-dan mənfi 4-cü koordinata gəlir. Burada bir amplitud gedir. Mənfi 4-dən 0-a geri qayıdır. Bir amplitud daha getdi və 0-dan da 4-ə geri qayıdır. Bir amplitud daha getdi. Deməli, 4-cü koordinatdan başlayıb 4 amplitud getdikdən sonra bir də yenidən 4-ə qayıtsa, burada keçən zamanımız period olacaq. Yəni, bir dənə tam rəqsə sərf olunan zaman perioddur. Onda 4-cü koordinatdan başlayıb 4 amplitud sonra yenidən 4-cü koordinata qayıdıb, bu bizdə 0,8 zaman ərzində baş verib, ona görə də periodumuz 0,8 saniyə olmalıdır. Onda gəlin hesablamamızı aparaq. İndi buraları silirəm artıq. 2 vur pi 3'dür. Böl periyod 0,8. Koordinatın maksimum qiyməti isə 4 santimetr, yəni 0,4 metrdir. İndi buradan hesablamamızı aparsaq, 0,3 metr bölünsün saniyə cavabını almış olarıq.
Daha sonra 35-ci suala baxıram. Yerin səthi yaxınlığında riyazi rəqqasın rəqs periodu T-dir. Neptunun kütləsi yerin kütləsindən 16 dəfə böyük, radiusu yerin radiusundan 4 dəfə böyükdürsə, Neptunun səthində bu riyazi rəqqasın periodunu hesablayın. Əvvəlcə period düsturunu yazırıq. 2pi kökdə L bölü J. Bizə yenə də eyni riyazi rəqqasdan danışılır. Baxın, bu riyazi rəqqasın rəqs periodunu hesablamağımızı istəyir. Yəni, riyazi rəqqas eyni riyazi rəqqas olduğuna görə və riyazi rəqqasdakı sapı da biz uzanmayan sap qəbul etdiyimizə görə L sabitdir o zaman, 2pi də sabitdir. Bizdə J dəyişir. Çünki bir dəfə yerdə baxırıq bu riyazi rəqqasa, bir dəfə isə Neptunda. Əlbəttə ki, J yer, J Neptundan fərqli olduğuna görə J-ni deməli açmalıyıq. J-nin düsturunu o zaman yazaq. 2pi kökdə L böl J-ni burada öz düsturunu yazıram. Cm bölünsün R kvadratı şəklində. İndi bölmə qaydamıza əsasən T bərabər 2pi kökdə L R kvadrat bölünsün Cm alınır və buradan da R kvadrat əlbəttə ki kök 6 ifadə daxilindən çıxardırıq. 2pi böl L böl Cm ifadəsi bizdə alınmış olur. İndi biz gəlin belə edək. Bizdə yerin səthi yaxınlığında rəqs periodu T olaraq verilir. Neptunun kütləsi yerin kütləsindən 16 dəfə böyükdür. Deməli, kütlə 16 dəfə artacaq. Onda period necə dəyişər? Baxın, kütlə və period burada kök 6 tərs asılıdır. Yəni, kütlə 16 dəfə artarsa, period əlbəttə ki, 16-dan kökdə 4 çıxdığına görə 4 dəfə azalmış olacaq. Və radius isə yerin radiusundan 4 dəfə böyükdür. Radius isə 4 dəfə böyükdürsə, radiusla T gördüyümüz kimi sadəcə düz asılı olacaq. Yəni, R 4 dəfə A çoxdursa, onda period da 4 dəfə çoxalmalıdır. İndi period 4 dəfə azaldı, daha sonra isə 4 dəfə çoxaldı. Yəni, burada 4-ü 4-ə böldüyümüz zaman 1 alınır. Belə çıxır ki, period, yəni Neptunun səthində, Neptunda olan bu riyazi rəqqasın da periodu elə bu riyazi rəqqas yerdə olarkən onun perioduna bərabərdir. Yəni, riyazi rəqqasın Neptundakı və yer səthindəki periodu bir-birinə bərabərdir. Çünki Neptun üçün biz 4 dəfə artma və 4 dəfə azalma aldıq və bu 4 artma, 4 azalmanı apardı və beləliklə period yenə də T-yə bərabər oldu. Belə, digər suallar əvvəlki dərslərdə izah olunub və digər bölmələrdə olan sual tiplərinə bənzərdir. Ona görə həmin sualları həll etmədim. Biraz daha fərqli olan suallar həll olundu. Sağ olun, gələn izahlarda görüşək.